Sağ olun. Siz de hoş gelmişsiniz. Allah sizi Allah sizi korusun. Allah sizi korusun. benim kamanlarım. Allah sizi korusun. Allah şunların təbrik edirəm sizi. Doğma torpağa şəhidimiz münasibəti ilə 34 ildən sonra şükür Allah'a torpaqlarımız işğalçılardan azad olundu və yavaş-yavaş bütün keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdılar. O cümlədən bugün Kərkican qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni, böyük qayıdış proqramı bugün dünya miqyasında ən uğurlu icra edilən qayıdış proqramı. Siz isə uzun illər çətin şəraitdə həm fiziki, həm mənəvi əzablar içində yaşamışsınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlik. Sizin üçün, bizim xalqımız üçün 91-ci ilin sonunda Ermənistan dövləti sizi dədə-baba torpağından didərgin salmışdır. Dekabr ayında, dekabrın sonuydu. Və indi dekabrın sonunda 25-ci ildə ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Və bu illər ərzində əlbəttə ki, təsəvvür eləmək çətin deyil ki, necə əzab, əziyyət içində yaşamışsınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm ki, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz bura qayıdacağıq və 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və burada həyat artıq yenidən qurulur. Mən oktyabr ayında gəlmişdim qəsəbəyə. O vaxt göstəriş verdim ki, evlər təmir olunsun, məktəb, ondan sonra digər lazımi infrastruktur layihələri icra edilsin. Və bugün qəsəbə ilə tanış olarkən görürəm ki, hər şey yüksək səviyyədə təşkil olunur. Qəsəbə göz oxşayır. Bu qəsəbənin əlbəttə ki, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdır. Evlərin bir çoxluğunda yaşamaq mümkündür. Ona görə haradasa 2 ilə yaxın təmir bərpa işləri aparılırdı. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var. Sizi bir daha ürəkdən bu hadisə münasibəti ilə təbrik etmək istəyirəm. Əminəm ki, burada rahat yaşayacaqsınız, firavan yaşayacaqsınız. Əsas odur ki, öz doğma torpağında. Təbrik edirəm. Sağ olun. Sağ ol. Cenab-ı Hak çok minnettarız ki siz bizi benim doğma Kərkicanımıza qaytardınız, Qarabağımıza qaytardınız. Bu günlərə şükürlər olsun. Ağlaya-ağlaya dekabrda tərk eləmişdi, indi gülə-gülə gəlir. Allah sizi qorusun, ailəmizi qorusun. Sağ olun. O vaxt əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərmişdir və faktik olaraq işğalla barışmalı oldu. Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşa, Laçının işğalı, Kərkicahan işğalından aradasa 5 ay sonra başlayır. Ona qədər Xocalı soyqırımı törədi. Və o vaxt həm
Sovet vaxtından qalan rəhbərlik, həm də ki, güya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin umuduna bırakmışdır. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiyanı yaratmaq məqsədi ilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdir. Və ondan sonra hakimiyyətə gələn AXC Müsavat cütlüyü öz yaratmaz və xəyanətkar fəaliyyəti ilə ölkəmizi dərin böhrana salmışdır. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın, Xankəndi yolunun itirilməsi, bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə böyük işğala yol açdı. Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından çıxartmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə qələbə qazanmışıq. Düzdür, 2-ci Qarabağ müharibəsi zamanı tam işğala son qoymasaq da heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əskəran, Kəlkicahan və bütün digər ova hələ işğal altında olan qəsəbə və şəhərlər azad olunacaq. Və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində 2 il bundan əvvəl işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bugün sülh içində yaşayırıq və bu elə bir şərəfli tarixdir ki, əminəm ki, bugünkü nəsil, bundan sonraki nəsillər əbədi olaraq bu şərəfli tarixlə fəxr edəcəklər. Sizin buraya qayıtmağınız bir də göstərir ki, ədalət var, sadəcə olaraq onu təmin etmək lazımdır. Bir də sizi təmin edək. Gəncədə yataqlara şəraitində, ağır vəziyyətdə yaşayır. Allah sizə uzun ömür, can sağlığı versin ki, bizi o şəraitdən qurtardınız. Ulu Tanrı sizi qorusun. Dəmir yumruğunuz həmişə düşmənin başının üstündə olsun. Qanınıza Allah qüvvət versin. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İlki müharibədə, yaxıncı müharibədə zəhmət olanlara, qazilərimizə can sağlığı. Allah da yaşayır. Siz də gəncəsiniz. Yox, Göran boyun Beşəli qəsəbəsində. Bir yol orada məskunlaşdırırsan bizi, yolda burada. Evlə təmir eləmişsən, Allah sağadır. Orada eviniz var. Çok sağ olun, cənab prezident. Sağ olun, çox Siz ki sağ bu olun. tarixi günü bizə yaşatdınız. Allah sizdən razı olsun, ailənizi qorusun. Allah can sağlığı arzulayıram. Xoşbəxt həyat arzulayıram. Amin. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Bir daha təbrik edirəm.